Yuxu rejimi immun sisteminə və vitamin-mineral balansına çox ciddi təsir göstərir. Bu təsir həm birbaşa, həm də dolayı mexanizmlərlə baş verir. Milli Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi Instagram hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti terapevt Zakir Quliyev deyib. Qeyd edib ki, keyfiyyətli və kifayət qədər yuxu zamanı orqanizm infeksiyalara qarşı qoruyucu sitokinlər istehsal edir. T hüceyrələrin və NK hüceyrələrinin fəaliyyəti artır. İmmun yaddaş daha sağlam işləyir. Bu isə virus və bakteriyalara qarşı müqavimətin yüksəlməsinə səbəb olur. Yuxu azaldıqda və ya qeyri-müntəzəm olduqda immun sistem zəifləyir. İnsan daha tez-tez xəstələnir, xəstəliklər daha uzun çəkir və xroniki iltihab riski artır. Bu zaman stres hormonu olan kortizol yüksəlir və immun cavabı baskılayır. Terapevt nəzərə çatdırıb ki, davamlı olaraq gecə 6 saatdan az yatmaq immun müdafiəni nəzərə çarpacaq dərəcədə zəiflədir. Yuxu pozuntusu vitamin çatışmazlığını birbaşa yaratmasa da onun əmələ gəlməsinə güclü zəmin yaradır. Yuxusuzluq həzm və sorulma proseslərini zəiflədir. Bəzi vitamin və mineralların orqanizm tərəfindən istifadəsi azalır, hormonal balans pozulur. Gec yatıb gec duran insanlarda gün işığı ilə təmas azaldığı üçün xüsusilə D vitamini çatışmazlığı daha tez-tez müşahidə olunur.